Ordubad şəhərində yerləşən Ərbabın iş yeri və ona bitişik tarixi binada bərpa işlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının 2025-2027-ci illər üzrə təfsilatlı tədbirlər planında öz əksini tapan layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu istiqamətdə Ordubad şəhərində yerləşən Ərbabın iş yeri və ona bitişik tarixi binada təmir işlərinə başlanılıb. 21 fevral 2024-cü ildə Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Ordubad Dövlət Tarix Mədəniyyət Qoruğu yaranmışdır. Ərbabın iş yeri və ona bitişik tarixi binanın satın alma elan olunmuşdur aprel ayında və qalib şirkətlə müqavilə bağlanmışdır. Ərbabın iş yeri və ona bitişik tarixi binanın qədimliyi qorunub saxlanması ilə bağlı işlər başlanmışdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində abidənin əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması məqsədi ilə satın alma elan olunub və layihə smeta sənədləri qanuna uyğun olaraq ekspertizadan keçirilib. Təsdiq edilmiş layihəyə uyğun olaraq Nazirlik tərəfindən keçirilən satın alma yekunlaşaraq qalib şirkətlə müqavilə imzalanıb. Təmir bərpa işlərinin 2 ilə yekunlaşdırılması nəzərdə tutulur. Hafiz Əliyev, Emin Novruzov, NTV Xəbər.